Çox adam ki, siz bunu öyrəndiniz. Ciddi deyirəm. Əks halda bu işə görə ömrüm boyu vicdan əzabı çəkə bilərdim. Məhz bu timeshare-i sizə satdığıma görə o cür təhlükəli yerdə yaşaya bilməzsiniz. Yaşaya bilərdim. Əlbəttə ki, yaşaya bilməzdiniz. Axı necə? Bunu ikimiz də bilirik. Tanışlığımdan sizə elə gələ bilər ki, mən irqçiyəm. Amma qara oğlanlar ağ qadınları sevirlər. Çox sevirlər. Bəlkə bu nəsildən gələn bir şeydir. Ya da cəmiyyət günahkardır. Biz həmişə tərbiyə və insan təbiəti barədə mübahisə edirik. Amma elmi cəhətdən sübut olunub ki, qara oğlanlar ağ qadınlardan doymurlar. Düşünürəm ki, sizin yaşınızda bir qadının da onların toruna düşmək təhlükəsi var. Yoxmu? Bu cavan, yekəpər erkəklər üçün fərqi yoxdur. Siz yaşlısınız ya cavan, arıqsız ya gömbul, sağlamsız yoxsa dizlərinizdən aşağıda iki bürüşmüş, gəmirilmiş çubuq var. Onlara sizin ağ əndamınız lazımdır. Onlar sizə susuyublar. Düzünü bilmək istəyirsiniz? Mən özüm də müəyyən qədər zənciyəm. Və əgər evli olmasaydım, elə bu dəqiqə sizi masanın üstünə uzadıb, vəhşi it kimi sizinlə olardım. Sizi həmin yerdə təsəvvür edirəm. Böyük evdə tək tənhasız, lüt, qara bədənlərin içində üzürsüz. O evi alıram. Ağıllı seçimdir. Buyurun, öz eybəcər xəttinizlə bunu imzalayın. Bura girmək olmaz. Buyurun, Stemminton. bu dəqiqə sizə yaxınlaşacağım. İmzalayın. Stemminton. Siz fırıldaqçılığa görə həbs olunursunuz. Dediyiniz hər bir söz məhkəmədə əleyhinizə istifadə olunacaq. Bu kişi bir anlaşılmazlıqdır. Siz davam edin, imzalayın. İmzala bəyaz Zabel. Mən mənə zəng eləyəcəm. Siz buna peşman olacaqsınız. Vəkilimə zəng eləyin. Madam Forman, qərar hazırdır. Bəli, möhtərəm hakim. Xahiş edirəm onu müşavirə təqdim eləyin. Müttəhim, zəhmət olmasa ayağa qalxın. Madam Forman, qərarınız nədir? Biz məhkəmə andlıları müttəhimi günahkar hesab edirik. Nə? Təşəkkür edirəm, Madam Forman. Bir bax. Stenli, xahiş edirəm, sakit ol. Sabah saat 10-da hökm oxunacaq. Böyük Sten. Lənətə gələsən, bu nə idi? Siz uduzdunuz, Stenli. Mən yox. Vəkil sizsiz. Siz uduzdunuz. Amma mən həqiqətən təəssüf edirəm. Zəhrimara qalsın. Axı mən varlıyam. Mən ədalət tələb eləyirəm. Bəlkə şərti cəza müddəti verəcəklər. Yox. Bu ştatda yüksək dərəcəli fırıldaqçılığa görə minimum 3 ildən 5 ilə qədər cəza kəsirlər. Tapdım. Hakimə rüşvət ver. Bunu eləyən deyiləm. Hakimə rüşvət ver. Yox, verməyəcəm. Dediyim elə. Xahiş edirəm, bəsdir. Rüşvət ver. Yox, Hə. mən belə işlərlə məşğul olmuram və olmayacam. Hakimi rüşvətlə öz tərəfinə çəkmək istəyirsən? Buyur, əminəm ki, istənilən kələkbaz böyük məmnuniyyətlə bu işdə sənə kömək eləyər. Leo Popper, vəkil, hər cür işi öhdəmə götürürəm. Mel, sən qovuldun. Mr. Popper, müştəriniz hökmün oxunmasına hazırdır? Bəli, möhtərəm hakim. Məhkəmə qərarı oxunmazdan əvvəl nəsə bir sözünüz var? Möhtərəm hakim, mənim müştərim birinci dərəcəli fırıldaqçılıqda təqsirləndirilir. Amma onun heç bir günahı yoxdur. Hətta günahı olsa və müştərilərini aldatsa belə, Los Ancelesin sakinlərindən biri kimi Mr. Minton o pulları almaqla yanaşı həmçinin onları cəmiyyətdə saxlayıb. Amma köçəri Meksika qaraçıları olsaydı, bizim hamımızı bu pullardan məhrum eləyərdilər. Xahiş edirəm bunu nəzərə alasınız. Mr. Minton, siz Verlaine Dövlət İslah Edici Həbsxanasında 3 il müddətinə cəza çəkməyə məhkum edilirsiniz. Belə hallarda qərar oxunduğu andan qüvvəyə minir. Lakin mən sizin həbsə salınma müddətinizi 6 ay müddətinə təxirə salıram. Siz öz xeyriyyə fondunuzu inkişafdan geri qalmış uşaqlara musiqi dərsləri keçmək üçün yenidən təşkil edə bilərsiniz. Təşəkkür edirəm, hakim. Məhkəmə sona çatdı.
İnkişafdan geri qalmış uşaqlara musiqi dərsi keçmək? Hə, bu yaxşı səslənir. Axı mən xahiş edim ki, hakimi rüşvətlə alasınız. Elə də elədim. Bu zamanda 10.000 krugerantla çox uzağa getmək olmur. Biz qazandıq. Yox, başa düşə bilmirəm. Siz hakimi satın aldınız, amma mənə yenə də 3 il iş kəsdilər. Hakim əlindən gələn elədi. Sənsə işlərini qaydasına salmaq üçün 6 ay vaxt qazandın. Bəs indi mən nə eləməliyəm? Bir vəkil kimi tətil götürüb Braziliyaya getməyi sənə məsləhət görürəm. Öz də həmişəlik. Əla fikirdir. Gedə bilmərəm. Həmin krugerantlar mənim son pullarım idi. Qalan pullar isə bank hesabımda dondurulub. Mən 7 milyon dollara qoyub qaçmaq fikrində deyiləm. Əslən, mənim yaşlı atam deyərdi ki, əgər soyunma otağına girmisənsə, onda lüt şeyləri görməyə hazır ol. Nə? Bu nə deməkdir? O deməkdir ki, insanlara kələy gəlirsənsə, nə vaxt həbsxanaya düşəcəksən. Çox sağ ol, çox yaxşı təsəlli verdin. Ey, mən satqın vəkiləm. Bilirəm ki, məni də bir gün həbs atacaqlar. Amma gör, heç buna görə ağlayıram.